Quran-ı Kərimin neçə yerində insanları çox qorxulu bir hal ilə danlayan bir kəlmə var. Allah eləməsin, bu kəlmə insanın Quranda qabağına çıxan vaxtında onun üzərindən boş keçər. Gərək düşünə. Çünki insanın dünya və axirət bədbəxtliyindən xəbər verir. Bu kəlmə vaylundur. Vaylun. Vaylun, yəni vay olsun sənə. Çox ayələrdə eşitmişsiniz də çıxıb və var. Vay olsun namazı yüngül sayanlara. Namaz qılmayanlara deyil, namazı yüngül sayanlara. Bu artıq, əgər bu hər hansı bir xislət haqqında Allah təbarək və teala vay olsun deyirsə, bu artıq böyük bir bədbəxtliyin xəbərçisidir. Böyük bir bədbəxtliyin. Bir misal düşdü yadıma. Görərsən bir şey yuxarıdan düşüb qiymətli bir şey, bir sınan bir şey. Yuxarıdan düşəndə vay deməzlər, ay deyərlər. Ay yerə düşdü, sındı, nə deyərsən? Vay. Allah burada vay deyir daha. Vay olsun. Tələf elədin. İnsanı fitrəti heç elədin. Sənə verdiyim o paklığı heç elədin. İnsanlığın artıq əksinə işləyirsən. Həqiqətin əksinə işləyirsən. Ağır sözdür bu. O ayələrdən birisi də Hüməzə surəsində işlənilir. Vaylun likulli huməzətin lüməzə. Vay olsun hüməzəyə, vay olsun lüməzəyə. Hüməzə nədir, lüməzə nədir? Bunların ikisi də zahirdə eyni anlama gəlir mənaca. Amma fərqləri var. İkisi də insanları ayıblayan kəsdir. Ayıblayır. Aybını axtarır. İnsanların gizlində olan ayıblarını qabardır. İnsanların nöqsanlarını aşkar eləyir. Kiçiltmək istəyir, dili ilə kiçiltmək istəyir, hərəkəti ilə kiçiltmək istəyir. Amma fərqləri nədir? Birisi üzünə deyir. Birisi isə arxasına deyir. Bizdə söz var, deyirlər ki, buradan öşürsən ki, üzünə deyirəm, deyirlər, üzünə də deyərəm. Güya ki, üzünə demək yaxşı bir işdir. Xeyr. Birinin aybını üzünə demək, bir möminin aybını üzünə demək, bir müsəlmanın aybını üzünə demək, elə bilməyin yaxşı bir şeydir. Mən ikinci bir xütbədə buna izah verəcəyim, səbiriniz olsa. Birini üzünə aybını demək, onu aşağılamaqdır yoxsa yox. Qəlbini qırmaqdır yoxsa yox. İndi o hansı halda olsa, onun ayıbı, nöqsanı nə olmuş olsa. Bəzən, məsələn, əslində bunların içərisində bir kiçiltmə var. Məqsəd kiçiltməkdir. Və öz daxilində bir təkəbbür var, özünü böyütməkdir. Sən kimsən? Və yoxdur, arxacıya, o kimdir ki? Sənin neyin var ki, mənəm belə? İfadələr var, kiçiltmə ifadələri. Sən heç kimsən.
Fərqi yoxdur və yaxud da sən filan kəssən də. Filan kəsin oğlusan da. Fərqi yoxdur da. Hər hansı bir formada bu ifadələr çoxdur saysaq gərək. Yüzlərlə söz sayaq. O kiçiltmələr var kimizə kiçiltmə və yox arxasıca fərqi yoxdur. Üzünə olan hüməzədir, arxasıca olan löməzədir. Bunu İmam Muhammed Baqir əleyhissalam bizə açır ki, bunun biri üzü olandır, biri arxada olandır. Və insanları kiçildər, ayıblarını qabardar. Hətta bu cür insanların bir xisləti də olar. Xisləti tək ayıb tutmaq olmaz. Şəmatət eləmək olmaz, rişxənd eləmək olmaz. Bundan öncə ayıb yığar. Onun şeyi kimdir, o nedir, o neydi? Bildin nə deməksə? İnsanların ayıblarını toplamaqla məşğul olar. Ayıb toplayar. Və yaxud da bunun yanında birinin ayıbından, birinin xətasından, birinin bir günahından danışanda sakit durar, qulaq asar. Tam qulaq asar, sonra özünü başlayar, bəzilərini görmüş ya, özünü sonra mömin kimi göstərir ki, cəmaatın əyibindən danışma, yığdıdır bunu. Buna aldı, buna şahid oldu, əşi öz söhbətimizi eləyir, qutarıb da mövzu. Toy qutarıb, yığır məlumatları, o qeybət olunur orada, eyiblərini yığdı, topladı, neynədi, ondan sonra neynəyir? Sən Allah deyiş mövzunu, doydum da yani daha bəs, doydum. Doymuşsun, sən əvvəlcədən onu deməlisən. Elə deyəndə Kərbəlayı filan kəs orada kəsməlisən sözü. Nə ki gözləməlisən mövzu bitsin, qutarsın sonra. Özbə Allah'dım. Və rişxənd dediyimiz bir şey ki, arxada bəzən danışılar, rişxənd, kimisə tənə vurular, kimisə aybına tənə vurular. Görərsən ki, həmən o löməzədən çıxar. Rişxənd də elə bir günahdır ki, Allaha pənah aparın. Bir neçə yerdə Allahın hansısa əməllər üçün and içdiyini görmüşük. Hədislərdə Peyğəmbər əleyhissalam buyurur ki, Allah təbarək və teala and içib. Sözə baxa, and içib ki, o rişxənd edənin etdiyi rişxəndi onun öz başına gətirməyənə kimi onu öldürmərəm. Ömrünü uzadar ki, onu görsün. Öz başına gətirməyənə kimi nə etmərəm? Öldürmərəm. Çox var ha belə şey. Mən bir daha bu sözü deyim. Adam görərsən ki, deyər ki, mən bunu yaşayacaq heç bir iş görməmişəm. Bilirsiniz də, insanın başına gələnlər mütləq onun öz əməlindəndir, bu qaydacaq sənə. Bəzən baxır ki, mən bunu yaradacaq bir iş görməmişəm. Nə etdim, harada səhv elədim, fikirləşər. O deyir ki, ağıllı kişilər ayağına, barmağına daş desə, bilər hardandır bunun səbəbi. Hələ belə deyir ki, bunu nə eləmişəm, hardandır bu? Anladınız nə demək istəyirəm? Bəzi adam araşdırar, bir səbəb tapmaz. O səbəb bəzən bilirsən nə olar? Sənin bilmədən kiməsə elədiyin iş. Mən ölsəm də bunu eləmərəm. Allah. Mən heç vaxt onun elədiyini eləmərəm. O deyir, heç vaxt demə. Bilirsiniz o sözü də deyir, heç vaxt demə. Mən heç vaxt onu eləmərəm. Məndən nə olsa onu eləmərəm. Ağır nöqtələrdir. Bəzi adam kimsə görünüşünə rişxənd eləyər. Bir insanın boyuna, çəkisinə, üzü,
saçlarına, geyiminə, fiziki quruluşuna və s. görürsən, rışqənd eləyir. O deyir, ha? O deyir, ha? Söz var, ha? Deyir. Söz var, deyir ki, mən onun başına gətirirəm. Görəcən evladından çıxardar onu. O həmən o eybuculuq elədiyini o evladından çıxardar onu. Özündən var, şərt deyil ki, özündən çıxsın. Bilməm, mən keçən dəfələrdə bu maraqlı bir hadisədir. Danışdım, yoxsa yox. Bacı, qız, nə fərqi var ki? Hə? Birisi var imiş, zaman yaşında vəzifədəymiş. Sovet dönəmində olub. 10 uşaq ilə, 10 uşaq olublar bunlar. Bu 10 uşağın 4'ü oğlandı, 6'sı qızdı. Bundan soruşurlar ki, siz neçə uşaqsınız? Deyir, 4 uşaq. Deyir, axı biz eşitmişik ki, siz çox ailəlisiniz, çox uşaqlısınız. Deyir, hə, qızları da adam sayırsınız. Allah, olan bir şeydir ya, bu məşhur insandır. Adamı da bilirəm. Qızları da adam sayırsınız, hə, onda 10 nəfərik. Bu adam cavan subay imiş. Evlənir. 6 bacını ki adam saymırdı, Allah 6 dənə qızı verir ona. 7 yox ha, 5 də yox ha, neçə dənə? 6 dənə qız verir ona. Bu bir misaldır da, çəkdim də. Adam gözü özünə də rışqəndəli, özünkinə də rışqənd deyərsən ki, bacı, hə, bacıya da rışqənd eləyən olar, qardaşı da rışqənd eləyən olar, tərzi də rışqənd eləyən olar. Bəzi insanın gözü danışıq tərzinə, ləhcəsinə rışqənd olunur. Etmə. Bəzi insanın kasıbçılığına rışqənd olunur. Kasıbçılığına rışqənd olunur. Nə gün nədir bu? Var da bu ifadələr dilimizdə. Mən elə o cür işlədirəm ki, bir də ədin göz o sözlər yanında dınqələyir adamda. Nə gündədir bu? Giyminəb, keçminəb, özbə verəzinəb, neyinə. Olsa eləyər də, yoxdur da. Yaxşı ikisini alıver. Bəzən savadsızlığına, bəzi kiminsə uşağının savadsızlığına, yaxşı tərbiyə eləmirsən uşağı, nə bilim, sən tərbiyə eləsən, belə olmaz, elə olmaz. Sən tərbiyə elədiyin ən tərbiyəsiz çıxır. Olmur. Ola, Axundu mollanın, şeyxin evladı, müctəhidin evladı. Müctəhidin. Keçmiş müştəhidlərdən böyük ariflərdən, ay Allah sənə pənah aparam, ay Allah. Demirəm, bunun səbəbi iləndir. Qəribə işlər var. Allah Quranda buyurur ki, biz ölüdən diri, diridən ölü çıxardırıq. Ateist kişinin mömin oğlu olur. Müctəhid, böyük alim, mən burada ad deyə bilmərəm. Nəvəsi Avropada ateistlər klubunun rəhbəridir. Ateistlər klubunun, o ki, təşkilat, rəhbəridir. Heç vaxt demə, tamam. Çox ağır məsələ. Allaha pənah apar. Mən dəfələrlə bu məclisdə, bu mənbərdə nə demişəm? Mən bugünəcəm buyam. Bir saatdan sonra nə olaram? İmanda qalaram, qalmaram. Ne deyək? Allaha sığınaq, Allah pənah. Allah sona qədər müsəlman yaşar. Mən bilmirəm müsəlman ölərəm, yoxsa yox. Vallahi bilmirəm mümin yox, müsəlman ölərəm, yoxsa yox, bilmirəm. Allah sənə sığınaq. Mənə rəhm elə. Özü üçün deyin, Allah mənə rəhm elə. Çünki elə böyük insanların, bax bir daha söz deyim sizə. Gəli zehnimə deyim. İmam Məhdə Cəlallahu Fərəcəhin
neçə dənə naib olub? Çıxaq dəftərdən qırağa. Neçə dənə naib olub? Əlbəl elə öyrənin, görək, hə? 5-dir. 4 dənə naib olub, Allahın salamı olsun, onların 4-ünədir. Qeybəti suğrada, kiçik qeybətdə İmam Məhdi onlarla əlaqə saxlayıb, onlar İmam Məhdi Cəlallahu Fərəcəhin 70 ilə yaxın sözlərini, hökmlərini insanlara çatdırıblar, şiyələrini çatdırıb. Bunu bilirsiniz də. Bu 4 nəfər. Bir dənə də gör imama bir nəfər də var idi. Bu namizəd kimi görsənir ki, bu olacaq. Bu belaca adam deyil ki. İmam Məhdinin naibi balaca adam deyil ki. Bu 5-ci hamısı gözləyirdi ki, filan kəsdən sonra dünyasını deysə, o naib olacaq. Gönül boydanadır. Elə ki, 4-cü dünyasını deyişənə yaxın İmam Məhdi qeybəti Kübraya getdi. Dedi, qaldı zuhura. Bu olmadı. Bu bilirsən nə işlər gördü? Bu ki olmadı. Bütün şiyyələrin siyasına aparıb verirdi şeyə, xilafət hökumət. Ağır da, hə? Bütün sirləri bilirdi də, açdı qoydu sirləri ortalığa. Öyle bilmədinən ki, yox, mən elə müsəlman olaraq ölərəm. Yox, Peyğəmbərlər deyiblər. Həzrət Yusuf deyirdi. İlahim, məni müsəlman kimi yaşad, müsəlman kimi öldür. Allah Quran-ı Kərimdə buyurur ki, dua eləyin, Allahdan istəyin ki, müsəlman kimi öləsiniz. Müsəlman olasınız, yox ha, müsəlman kimi öləsiniz. Bəzən biz bilmərik, hansısa bir əməl bizi imansızlıq çuxuruna aparar, oradan da İslamsızlıq dərəsinə salar. Bir əməl adam aparar. O qədər görmüşük ki, namazdan çıxan, orucdan çıxan, dindən çıxan. Ay Allah, bu necə mömin oğlan idi, mömin kişi idi. Hə? Keçən də birindən danışdım, elə üstü örtülü də danışıram. Quran öyrənən, Quran oxuyan, xumus verən, belə bir adam idi. Bu günlər onun adını, ondan bugünkü halandan xəbərdə olmayan adamların arasında danışsam təəccüb eləyər. Hacı, filan, 5 məkan, belə bildi. Bir günlərin birində gördüm ki, alimlərə dil uzadır. Alimlərə dil uzadır, müstəhidlərə dil uzadır. Mənə atır, link atır. Filan alim, o belə olub. Var da bəzi yazılar vardı kimlərin haqqında. Cavab vermədim, çox təəccübəm ki, bu nə aqidə yaşayır? Bir gün də gördüm, gəldi, burada mən link uşaqlar video çəkirəm, mən də sinə vuran yerdə. Gəldi, hacı, mən sənə böyük adam bilirəm, filan bilirəm, elə bilirəm, belə bilirəm. Dedim, Allah yaxşı. O gördüm videoda, sənə yaraşmır. Sinə vurmaq mənə yaraşmır. Mən sinə vura rəfail olmuşam. Mən Hüseyin deyə rəfail olmuşam. Utanıram bəziləri deyə. Mən onun qapısında nökərin nökəri ola rəfail olmuşam. Neyim var o qapıdandır mənim? Neyim var? Allah bağışla məni, o qapıda Allahı tanımışam. Sən nə danışsın? Hacı söz nə danışsa falan, tamamladım, heç ona danışmadı, tamam. Bu artıq qurt düşüb. Bu ilə buna hacı deyəndə, son ona hacı etmək. Namaz, Allahı danır bu adam. Allahı danır ateist şeyində, cəryanında. Hardan başladı? Mən hardan gördüm? Başladı müsəlmanlara, alimlərə, neynəməyə? Dil uzatmağa, rəşqənd eləməyə, hümməzə, lüməzə eləməyə. Ehtiyatlı olun müminlər, ehtiyatlı olun. Hə, mövzum bu deyil, amma mövzum buraya gəldi, çıxdı da. İstəyirəm rəşqənd mövzusundan danışım. Hər halda bunlar da elə onun bir hissəsi sayılırdı.
ehtiyatlı olun, dildən ehtiyatlı olun. Birdə bir söz deyəndə ehtiyatlı olun. Niyə deyirəm mən bunu? Niyə deyirəm? Onun xeyri üçün deyirəm, bir başqa sözdür. Yox, öz xeyrim üçün deyirəm və yaxud da ki, birdə bir üzünə bir ayıb deyəndə gör, doğrudan da onun xilası üçün deyirsən, yoxsa onu özündə onu aşağılamaq üçün deyirsən. Bunlara diqqət elə. Bunlara diqqət edək. Allah bizi sonacan müsəlman qərar versin. La ilahe illallah, Muhammedən Resulullah, Aliyyun Veliyullah deyərək canımızı tapşırmağı nəsib eləsin. Mən hərdən deyirəm, bu dünya minalanmış bir ərazidir, polyadır. Elə bir ərazidə rahat insan gəzə bilər, yoxsa yox. Rahat ayaq bata bilərsən, 5 dəfə, 10 dəfə baxarsan, yoxlayarsan, asta-asta qoyarsan. Hə, gəlin qəbirə kimi belə gedək. Allah bizi qorusun. Özümüzü Allaha tapşıraq. Allah bizdən müğayət ol, Cənab. Biz özümüzdən müğayət ola bilmirik.